بسم الله الرحمن الرحيم والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما ya Rabbel Alemin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Deməli, değerli Müslümanlar, biz geçen sefer dəlalətə başladık, dəlaletlere. Sadece biz deməli, məntuqla məfhuma keçmədən əvvəl əslində biz həmən o qüvvətinə görə ləfzin dəlaləti ki var idi. Zahir, nas, zahir, muavvel və mücməl. Onlara aid tapşırıqlar var idi, sual cavablar. Onları eləmədik. İndi bu dərsdə birinci onlardan başlayaq. Sonra məntuq və məfhum, yəni dəlalətin nədir? Həmən o diğer növlərin məntuq, məfhumu, məfhum muvafiqə və müxalifə onları davam edəcəyik inşallah. Deməli, sual cavablara başlayaq biz. Çatı açıram. Cavab verməyə çəkinməyin. Deməli, bu nədir? 39-cu sualdan başlayır. Biz sonuncu icma ilə bağlı sual cavabları verdik. 39-cu sual. Burada ümumiyyətlə sualların başlığı nədir? Dəlalətin növünü təyin edin. Dəlalətin növünü müəyyən edin. Burada da hansı dəlalət? Biz keçən dərsdə dediyimiz kimi qüvvətə görə dəlalət keçdik. Həmən o nədir? Sadəcə qısa olaraq xatırladım. Bir mənalı olan şeylərdə biz dedik ki, bu nasdır. Yəni başqa heç bir mənaya ehtimal yoxdursa. Sonra iki və daha çox məna ehtimal olunursa, orada iki yerə ayırdıq. Öz-özündə bu söz dəlalət edirsə müəyyən o mənaya, onda biz deyirik bu zahir dəlalətin nədir? Adı zahirdir, zahiri dəlalətdir. Yox, başqa bir dəlillə əsasən xaricdə, yəni bu sözün xaricində, həmən o nasın xaricində olan digər dəlilə əsasən bir dəlalət varsa, onda biz deyirik bu zahir deyil, müəvvəldir. Yəni təvil edirik başqa bir dəlilə görə, başqa mənaya. Sonra iki və daha çox məna ehtimal eləyir. Amma tərcih edici bir şey yox bizdə. Yəni tərcih edici bir şey yoxdursa, onda biz nə deyirik? Yəni iki məna və daha çox məna hamısı eyni mənadadır. Eyni şəkildə dəlalət eləyir hər biri müəyyən mənaya. Yəni tərcih etmək ki, bu məna daha racihdir, yoxsa o, belə bir şey yox. Onda biz nə deyirik? Onda biz nə deyirdik biz? Mücməl deyirdik. Bir dəqiqə. Ona mücməl deyirdik. Deməli, bax, bu dəlalətə görə sual, həmən sual cavablar bu dəlalətə görəcək. O məntuq, məfhuma aid deyil. Yəni, bizim sonra keçdiyimiz məntuq, məfhum, bununla bağlı digər söz tapşırıqlar gələcək, sual cavablar. Bu, deməli, dəlalətin gücünə görə nədir? Dəlalətin növünü təyin edəcək. Deməli, burada bir dəlil gətiriləcək, ayədən, hədisdən dəlil gətiriləcək. Sonra dəlalət etdiyi məna gələcək, məna və bu mənaya, həmən bu dəlil, bu mənaya, bəzən eyni dəlili biz fərqli dəlalətlərini zikr edəcəyik. Sırf deyiləcək dəlalətə, bu dəlilin dəlaləti, o mənaya dəlaləti nədir? Dördündən biri. Ya deyəcəyik bu nasdır, nas dəlalətidir, ya zahir yazacağıq, ya müəvvəl və ya mücməl. Bu cür dördündən birinə cavab verəcəyik. Deməli, 39-cu sual nədir? Hurrimet aleykumul meytə. Sizə nədir? Bəzən ayələr gəlir, bəzən hədislər. Sizə meytə, yəni leş heyvan, belə deyək, çünki ət sözü yoxdur. Meytə, leş heyvanın özünə deyirlər. Ölmüş heyvan. Sizə leş haram olundu. Bu ayə, dəlilin özüdür. Onun mədlulu, verdiyi məna, məsələn, müəlliflər bir məna verir. Bir ayə, bir çox mənalar verə bilər. Bizə veriləcəyi məna ki var, o mənaya aid həmən o dəlalət necədir deyəcəyik. Nasdır, zahirdir, müəvvəl yoxsa mücməl. Deməli, leşin, meytənin, yəni ölü heyvanın haramlığına dair bu ayənin, bu dəlilin dəlaləti nədir? Haramlığına aid. Ayə nədir? Sizə leş haram buyuruldu, haram qılındı. Həmən o leşin haramına dair dəlalət nasdır, bir mənalıdır, başqa bir məna varmı, məkruh və s. Və yaxud bu zahirdir. Zahirən, yəni nədir? İki və daha çox mənaya dəlalət edir. Qısa olaraq bu başda yenə təkrarlayayım, ondan sonra təkrarlamayacağım. Və ya bu zahirdir, zahiri mənası nə idi? Yəni haramlığa da dəlalət eləyə bilər, məkruhluğa da dəlalət eləyə bilər. Məsələn, ən azı iki məna. Amma haramlığı daha üstün mənadır özünə görə, racih.
olan məna odur. Ona görə biz deyirik nədir? Zahirinə görə. Və yaxud müəvvəldir. Müəvvəl. Yəni nədir? Əslində haramlığa dəlalət edir. Ə, haramlığa dəlalət etmir. Başqa bir dəlil bu ayənin xaricində, bu dəlilin xaricində başqa bir dəlilə əsasən biz deyirik ki, hə, haramdır. Buna deyirlər müəvvəl dəlalət. Və yaxud mücməldir. Ümumiyyətlə burada yəni bir şey haram olunur, mücməl bir şey haram olunur. Sizin dediyiniz misal isə onun bir hissəsidir, bəyana ehtiyac var. Deməli, bu dörd şeydən biz birinə cavab verir. Nas yazdınız. Heç baxmıram bu yaxdan. Nas. Bəli, nas. Çünki yox, mücməl deyil, nasdır. Doğru cavab nasdır. Niyə? Çünki ayədə deyilir, sizə leş haram qılındı. Birbaşa haram sözü, biri var nəhy edək, leş yeməyin. Nəhy dəlaləti zahir ola bilər. Məsələn, necə ki, əmr etməkdə zahirən vacibliyi bildirər. Nəhy etmək zahirən haramlığı bildirər ki, onları biz hələ keçməmişik deyənə burada da bəzi suallar gələcək ki, biz onları keçmədik, üstündən tez keçəcəyik. Gələcəkdə bu əmrin vacibliyə dəlalət etməsi zahirdir, yoxsa nasdır, ya nədir? Bunların hamısı keçəcək. Amma burada nədir? Doğru cavab nas. Niyə? Nas nə demək? Bir mənalı, yəni açıq-aşkar deyilir ki, leş, meytə sizə nədir? Haram qılındı. Dəlalət bizdə nə deyirik? Leş ətinin haram qılınması. Bu açıq-aşkar nasdır. Çünki birbaşa söz və söz bu ayədə gəlmişdir. 40-cı sual belə davam edirik. 39 və 40. Eyni ayə sizə leş, yəni meytə haram qılındı. Eyni, dəlil eynidir. İndi dəlalət, mədlul nədir? Mənası deyir ki, burada quru şeylərdən istisna olmaqla, bu yəni fiqdə ona görə biz deyirik üsul, qayda hamısı fiqlə bərabər keçirilməlidir. Yəni fiqhi məsələni dediyimiz məsələni bilmədən buna şübhəsiz ki, doğru cavabda vermək mümkün deyil. Deməli nədir? O leş heyvanlarını, leş heyvan, yəni bir var halal kəsilib qoyun, onun dərisi aşılansa da, aşılanmasa da halaldır. Bir də var ki, məsələn, müsəlman və yaxud əhli kitabın kəsmədiyi, hər hansı bir müşrik kəsdiyi ki, o icma ilə leş hökmündədir. Və yaxud da düşüb heyvan, ölüb leş. Yəni leş bir heyvanın yenə dərisinin aşılanmış dərisinin quru şeylər istisna, çünki Həmbəli məzəbinə görə quru şeylərdə o aşılanmış leş heyvanın, əti yeyilən heyvanın dərisi nədir? Aşılanandan sonra mübahdır istifadə etməsi. Yəni ona görə nə deyirik? Əslində bu sualda yoxdur, şeyximiz əlavə elədi ki, düzgün sual olsun. Deməli, quru şeylər istisna, quru şeylərdə istifadə etmək istisna, leş heyvanın aşılanmış dərisinin haram olması. Bax, bu ayənin leş, heyvan, meytə sizə haram qılındı. Hə? Sizə haram qılındı. Bax, bu ayə leş heyvanın dərisinin də aşılansa belə, aşılanmış dərisinin də haram olmasına, o quru şeylər istisna, quru şeylərdə istifadə etmək istisna, aşılanmış olsa da onun haramlığına dair bu ayənin dəlaləti indi nasdır? Zahirən dəlalət edir, müəvvəldir, yoxsa mücməldir? Zahir deyirlər. Və doğru cavab, bir-iki cavab alandan sonra cavabı tez edeyim ki, gecikdirməyək. Doğru cavab zahirdir. Niyə? Mesela bəzən insanlar, niyə görə deyirəm, bu sual-cavab çox faydalıdır. Bəzən biz test həll eləyirik, hər dəfə bunu deyirəm, inşallah yeri düşmüşkən yenə də deyim, yəni necə deyirlər, xatırlatmaqda möminlər üçün fayda var. Bəzən biz yanlış cavab veririk və yaxud doğru cavab veririk. Normal test, hə, yox, məsələn, zahir, nas, 4 variant var. Bəzən belə deyim. Niyə görə, əlhamdülillah işıqlarımız gəldi, niyə görə doğru cavab verməyimizi belə bəzən bilmirik. İşığı yandırdıq. Deməli, zahir, niyə görə? Biraz izah edeyim ki, şey olsun, sadəcə, yəni doğru cavab niyə görə? Bilənlər də, bilməyənlər də, bilənlər üçün təkrar olar, bilməyənlər də bilsin. Deməli, əslində, çünki ayədə nə gəlir? Leş heyvan özü sizə haram qılındı. Heyvanın özünə bütün yəni hissələri daxildir. Dərisi də, ayağı da, tükü də, məsələn, hə? Zahirən, bu zahirdir, yenə deyirəm, buradakı misallar
həmişə dediyimiz kimi fiqh qaydaları olsun, fiqh üsulu olsun. Burada gətirilən misallar ki var ha. Burada heç kim yəni ondan filan bax sualın cavabı bu idi. Yəni fiqhi əhkam çıxartmayaq. Çünki bəzən dediyimiz kimi sadəcə misal üçün gətirilir və orada biz bir şey ki müəvvəl bir dəlalət də var. Ola bilər bu ayənin və yaxud hədisin xaricində digər dəlil var ki, burada məsələn biz zahir deyiriksə, orada məsələn nas olaraq haramlığı bildirər. Və yaxud əksinə, müəvvəl bir dəlil var ki, ümumiyyətlə haram olmasını da bildirir, olmamasını da bildirər. Ona görə biz sadəcə verilən dəlil və verilən dəlalət üzərində danışırıq. Deməli, zahirən bütün heyvan, leş heyvan, yəni onun əti də, tükü də, dərisi də, hər bir şey ona daxildir. Allah Subhanahu taala Quranda buyurur ki, sizə meyitə, həmin leş heyvan haram qılındı. Heyvan hamısı, təpədən dırnağa kimi, düzdür? Dərisi də onun daxilindədir. Aşılansa da, aşılanmasa ona daxildir. Ona görə bu ayətin zahiri dəlalət edir ki, o heyvanın dərisi də aşılansa da, aşılanmasa da haramdır. Haramdır. Təbii ki, yəni soruşan olsa bir hədis var ki, hər hansı bir dəri aşılandısa mübahdır. Hər hansı bir ki, cümhur, yəni bu müfradatlardandır. Həmbəllərin məzəbinə görə aşılansa belə nədir? Səhv etməsin müfradatlardandır. Nəsə biraz şübhələndim. İnşallah ki, müfradatlardandır. Yəni cümhur deyir ki, dəri aşılansa halaldır. Həmən dediyim hədisə aid ki, bir dəri, hər hansı bir dəri aşılansa nədir? Mübahdır. Amma İmam Əhmədə məsələn bəziləri deyirlər, bəzən tələsirlər tələbələr məsələn müsəlmanlar ki, məsələn bir hədis görürlər. Məsələn və zahirən hər hansı bir alimin ki, bu misalda İmam Əhmədin məsələn rahimehullah sözü o hədisin zahirinə ziddir, müxalifdir. Məsələn hədisdə deyilir ki, və hədisi də müəyyən alimlər, müasir və ya qədim alimlər hamısı deyil, bəziləri məsələn səhih demişdir. Ehtimal ilə deyirlər, hər halda İmam Əhmədə bu hədis çatmamış. Halbuki çatmış. Və şeyximiz demişkən, bəlkə 30-40 yolla, isnadla, ayrı-ayrı yollarla, turuq deyilə, ayrı yollarla çatmış. Sadəcə nədir? İmam Əhmədə görə bu hədis illətlidir. Yəni, onun səhi sabit deyil. Belə də deyil. Yəni, sabit deyil hədis ona görə. Yoxsa hədis ona 30-40 yolla çatmışdı o hədis. Ona görə sabit deyil, illəti var, səhiliyinə xələl gətirən, mötəbər olması, sabit olmasına xələl gətirən bəzi digər səbəbləri var. Ona görə o hədisi sabit olmadığı üçün ona görə biz alimlərin ixtilafların səbəblərini keçmişdik. Onlardan biri nə idi? Hər hansı bir hədis, dəlil bu alimin yanında sabit deyil. Ona görə onunla hökm vermir. Başqa sabit olduğu dəlillərlə hökm verir. Məsələn, ona görə deməli nədir? Burada hədisin, deməli bu ayənin daha doğrusu dəlaləti nədir? Dərinin aşılanmış olsa belə quru şeylərdə istifadə etmək istisna nədir? Haramlığına zahirən dəlalət edir, zahirən. Amma biz o kim, məsələn, cümhur o hədisi sabit sayırlarsa, məsələn, artıq o hədisə əsasən aşılanmış dərinin mübah olmasını deyirlərsə, artıq o hədisə əsasən, bu hədis zikr olunmur burada, biz deyirik ki, müəvvəldir. Müəvvəldir nədir? Mübahlığı artıq müəvvəl olar. O digər dəlillə əsasən biz deyirik ki, haramlıqdan çıxdı və nədir? Mübahlığa keçdi. Amma burada bu məsələdə düzgün cavab zahir. O 41-ci sual. Yəni bir hədisdir. Hədisdə Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, bir it, köpək yəni sizin hər hansı birinizin qabından içsə, it, köpək içsə, o qabı, yəni onu 7 dəfə yuyun. 7 dəfə bildiyimiz hədisdir. Dəlalət nədir? Müəlliflər gətirir ki, məna, bax bu məna. O qabı yumağın vacibliyinə bu hədisin dəlaləti nədir? Nasdırmı? Vacibliyinə fikir verin. Yumaq sadəcə yox, vacibliyinə. Təkrarlayayım. İt qablarınızdan birinin qablarından içsə, o qabı 7 dəfə yuyun. Bax, bu yumağın vacibliyinə, o qabın yuyulmasının vacibliyinə bu hədisin dəlaləti nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Yazan yoxdursa biz qorxmayın, cavab verin yəni ki, yanlış da olsa insan biz öyrənmək mərhələsindəyik. Nas müəvvəl. Biri nas yazdı, biri müəvvəl. Əslində doğru cavab burada
zahirdir. Nas hər halda yuyun sözünə görə. Dediyimiz kimi burada bir problem yox, zərər yox. Niyə görə? Çünki biz əslində bu əmr formasının nəyə dəlalət etdiyini keçməmişik. Yəni vacibliyə, çünki vacibliyə dəlalət edir, müstəhəbliyə, hətta bəzən mübahlığa, irşada ki, bunu keçəcəyik. Ona görə burada düzgün cavab zahirdir. Nəhi zahirən haramlığa dəlalət edir. Əmr isə zahirinə görə vacibliyə dəlalət edir. Və burada əmr var, 7 dəfə yuyun. Amma vacib sözü ki vacibdir və s. keçmir. Vacib sözü keçsəydi, 7 dəfə yumaq vacibdir, məsələn bu cür keçsəydi, biz deyərdik bu nasdır. Necə ki sizə leş haram qılındı, açıq-aşkar haram sözü istifadə olunur. Burada amma açıq-aşkar vacib istifadə olunmur deyənə söz. Deməli bu nas deyil. Bu zahirdir. Zahirdir. Yəni bir şeyə əmr var, 7 dəfə yuyun əmr varsa, əmrin vacibliyə dəlaləti zahirdir. Burada doğru cavab zahirdir. Müəvvəl deyil, çünki burada biz müəvvəl o olar ki, burada hər hansı bir zahiri bir hökmə müxalif digər bir dəlilə əsasən müxalif bir hökmə keçəcəksə, onda deyir müəvvəl. Burada ümumiyyətlə ikinci dəlillə zikr olunmadı. Ona görə başqa bir hökmə də keçmədik. Ona görə müəvvəl cavabı doğru deyil. 42-ci sual. Eyni hədis. İt sizdən hər hansı birinizin qabından içərsə, onu 7 dəfə yuyun. İndi dəlalət nədir? Baxacağıq bu dəlalət 4 dəlalətdən hansına aiddir? Deməli, bu hədis istər ov, istər ümumiyyətlə istifadəsi izinli olan itləri də əhatə edər. Bu əhatəliyin dəlaləti nədir? Yəni, burada hədisdə deyilir it. Düzdür, itlərin biz bilirik ki, 3 səbəb istisna şəriətdə ümumiyyətlə istifadəsi belə haramdır. Satışı, o istifadəsi izinli olan itləri belə satmaq şəriətdə haramdır. Məsələn, ov iti istifadə etmək olar, olar. Birini bağışlayarsa ona və s. o başqa, amma satmaq haramdır. İstifadə etmək 3 səbəb istisna ümumiyyətlə haramdır. Deməli, və burada nə deyirlər? Burada hədisdə sadəcə it sözü keçdi. Bu izinli, izinsizmi itdir, satışı haram olan, olmayan ki, hamısı haramdır ümumiyyətlə satışı. Yəni, burada heç nə keçmir, düzdür. Bax, bu hədisin hər bir iti, yəni istəyir ovda, istəyir ümumiyyətlə istifadə olunması, yəni itdən istifadə etməyin izinli olan itləri də şamildir bu hədis. Yəni, onlar da bizim qablarımızdan hər hansı birimizin qabından içsə, onların qablarını 7 dəfə yumaq lazımdır. Bax, bu dəlalət nasdır, zahirdir, yoxsa müəvvəl, yoxsa mücməl. Bu yazılar zahirlə müəvvəli qarışdırıram. O, indi zahir, ümumiyyətlə bir şey zahirən bu ayə və yaxud hədis zahirən buna dəlalət edir. Müəvvəl odur ki, müəvvəl zahir öz-özlüyünə, bu ləfz öz-özlüyünə, ayə, hədis öz-özlüyünə dəlalət edir hansısa mənaya. Racih məna budur. Zahirən bu ləfz özü buna dəlalət edir. Amma müəvvəl odur ki, 2 və daha çox mənaya dəlalət edir, amma zahir deyil, başqa bir mənaya. Başqa bir dəlillə əsasən, başqa bir mənaya dəlalət edirsə, ona biz deyirik müəvvəl. Yəni, zahiri olan, sözün zahirində olan mənaya deyil, zahir olmayan, daha mərcuh olan, yəni racih yox, mərcuh. Üstün olan mənaya yox, daha aşağı, yəni üstün olmayan mənaya dəlalət edirsə, amma hər hansı bir dəlil əsasında öz başımıza yox. Ona deyirlər müəvvəl. Deməli, burada indi itin həmən o hər bir itə şamil olmasın, yəni ov iti və yaxud digər izinli olan itdə qabdan içsə, onu da qabın yumaq lazımdır. Bax, bu dəlalət nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməl. Burada ümumən bir qayda eləyim. Mücməl olur. Yox, mücməl deyil. Çünki it nə olduğunu bəllidir bizdə it. Burada ümumi bir qayda deyək ki, bunu daha ətraflı keçəcəyik. Bir, məsələn, it, su, yəni insan belə deyək, tələbə, bu söz ümumi bir sözdür. Bunun altında fərdlər var. Yəni, Əhməd də tələbədir, Mahmud da, bu ov iti də itdir. Digər məsələn çoban iti də itdir, məsələn evi qorumaq üçün o da itdir. Hamısı itdir. Yəni fərdlərə dəlalət edirsə bir söz, altında fərdlər varsa fərdlər, eyni cinsdən olan fərdlər. Bu nə deyirlər? Bu ümumidir. Fərdlərə bunun dəlaləti isə zahir olur.
Zahir. Yəni hədisin zahirinə görə Rasulullah sallallahu əleyhi və səlləm it dedisə, hər hansı bir it. Deməli bu o itin də əhatə eləyir, ona da şamildir, digər itə də şamildir, yəni izinli olan digər itə də şamildir. Ona görə bu nədir? Bu hədis zahiri dəlalət eləyir bütün o digər dediyimiz itlərə. Ona görə burada düzgün cavab zahirinə görədir. Zahirinə görə. Yox, bütün itlərə dəlalət eləyir. Yəni fərqi yoxdur. İzinli olmayanlara birbaşa, yəni daha güclü dəlaləti var və izinli olanlara. Problem elə ondadır. İzinli, bu iti istifadə etmək izinlidir. Bu da qabdan içsə, yəni yuyulmalıdır qab, yuyulmalıdır. Yəni ona da aiddir, o birisinə də aiddir, şamilə. Sadəcə sualda necə gəlir? Burada iki ov iti və digər izinli itlər deyilir deyə, yəni onlara da şamildir bu əmr ki, yumaq lazımdır. Bu neçənci idi? 42. Düzgün cavab burada zahiri idi. 43. Eyni hədis, yəni it sizdən hər hansı birinizin qabından içərsə, onu nədir? 7 dəfə yuyun. Bu hədis bu mənaya dəlaləti nədir? Ümumiyyətlə bir it hər hansı qabdan su, yəni içərsə, o qabın yuyulmasının məşru olmasına dəlaləti, məşru. Yəni şəriətdə məşrudur. Məşru nədir? Məşru şəriətdə bəzən vacibi də bildirər, müstəhəbbi də, hətta mübahı da bildirər. Yəni ümumiyyətlə burada deyilmir vacibdirmi, müstəhəbdir, mübahdır. Ümumiyyətlə məşrudur. Yəni nə deməkdir? Haram deyil, məkruh deyil. Şəriətdə ən azından icazəlidir. Bax buna bu hədisin dəlaləti nasdır? Zahirdir, müəvvəldir, yoxsa mücməldir? Buna dəlaləti mən özüm cavab verim, yazan yoxdur hələ ki vaxt itirməyə. Buna dəlaləti nasdır. Nas. Çünki yuyun deyilir. Yuyun deyilir. Əmr formasında var. Bu ən azından mübahlığı bildirər. Yəni ona görə yumağın Peyğəmbərimiz sallallahu əleyhi və səlləm əmr edir. Yuyun. Deməli ən azından bu məşrudur. Ən azından mübahdır. Yəni yuyun əmrində biz deyə bilmərik ki, bu məşruhluğu bildirər və yaxud da haramlığı bildirər. Əmrdə ən azından məşrudur. Yəni şəriətdə icazəlidir. 44-cü sual. Başqa hədis gəlir. Deməli, cəmaatla qılan namaz tək başına qılınan namazdan 27 dəfə 27 dərəcə əfzəldir. Daha üstündür bu hədis. Bu hədisin cəmaat namazının ümumiyyətlə əfzəl və yaxud cəmaat namazının fəzilətli olmasına dəlaləti nədir? Nasdır? Zahirdir, müəvvəldir, yoxsa mücməl? Sadəcə cəmaat namazının əfzəl olmasına dəlaləti nədir? Nasdır? Zahirdir, müəvvəldir, yoxsa mücməldir? Mücməl. Nas. Doğru cavab nasdır. Mücməllik burada bir şey yox. Mücməl odur ki, məsələn, namaz qılın. Namaz qılın, namaz deyilir. Amma namaz nədir? Namaz nədən ibarətdir? Namaz neçə rükətdir? Namazdan necə? Bu mücməldir. Zəkat verin. Zəkat. Zəkat nisabı nədir? Nə qədər çıxaracağıq, nə qədərə çatanda ümumiyyətlə bizə vacibdir. Bu mücməldir. Mücməl nə idi? Biz dedik ki, iki və ya daha çox mənaya dəlalət edir. Amma hansı məna daha üstündür, daha racihdir? Belə bir tərcihimiz yoxdur. Belə bir səbəb ortada yoxdur bizim bildiyimiz, yəni. Deməli, dediyimiz kimi, çünki elə bir mücməl yoxdur ki, mütləq bu şəriətdə bəyan olunmuşdur. Sadəcə bilən bildi, bilməyən də bilmədi. Amma biz bildiyimizi əsasən soruşur. Deməli, burada doğru cavab nə olur? Nas. Yəni, açıq-aşkar nasda, çünki deyilir ki, cəmaat namazı tək qılınan namazdan nədir? Üstündür. Üstəlik 27 dəfə üstündür. Yəni, bu artıq nədir? Afdal, ərəbcə daha fəzilətlidir. Nədir? Fəzilətinə dair birbaşa açıq-aşkar nas var burada. Sual o idi ki, cəmaat namazının fəziləti bu hədisdən hansı dəlalətlə çıxarılır? Nas, zahir, müəvvəl, yoxsa mücməl? 45-ci sual. Ayə. Allah alışverişi halal etmişdir. Ribanı isə, faiz dediyimiz ribanı isə haram qılmışdır. Bax, bu ayə. Ribanı haram qılmışdır. Alışverişi halal, ribanı isə haram qılmışdır. Bu ayə ribanın haramlığına
dəlaləti, bu ayənin ribanın haramlığına dəlaləti nədir? Nasdır. Zahir, müəvvəl, mücməl. Nas, bəli, nasdır. Çünki açıq nas, maşallah, barakallahu fikum. Çünki açıq-aşkar haram qılmışdır. Haram sözü var. Açıq-aşkar. Nəhy olsaydı, bunu ara-sıra təkrarlayayım, tam otursun. Çünki biz keçməmişik onu. Əmirdə vacibliyə dəlalət zahirdir. Nəhy olsaydı, məsələn, riba alış-verişi etməyin, nəhy. Onda biz deyərdik, bu zahirdir. Etməyin, çünki məkruhluğu da bildirə bilər. Məkruhdur, etməyin. Haramlığı da bildirə bilər. Ehtimal var, yəni bir mənalı deyil. Bir və daha çox, iki və ya daha çox məna var. Burada amma açıq-aşkar haram sözü işlənir. Ona görə biz deyirik nas. 46-cı sual, eyni ayə. Allah subhanahu teala alış-verişi halal, ribanı isə haram buyurmuşdur. Bu ayənin quru xurma yaş xurma əvəzində, təzə xurma əvəzində satışının haram olmasına dəlaləti nədir? Nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Bu sual biraz çətindir. Bəzi tələbələr də bizdə yanlış cavab da verdi. Şeyx də birə qədər izah elədi. Deməli, ayədə nə deyir? Birinci iki şey. Ayədə bir şeyin halallığı deyilir. Alış-veriş halaldır. Allah onu halal buyurdu. İkincisi riba. Riba isə haramdır. Haram buyurdu. Haram qıldı. Düzdür. Bizdə sual. Sual nəyə aiddir? Haramlığa aid. Ki, yaş xurma ilə quru xurmanı satmaq, yəni təzəni verirsən, qurunu alırsan və yaxud əksinə qurunu verirsən, təzəni almırsan. Bunun haramlığı, bu alış-verişin haramlığına dair bu ayənin dəlaləti nədir? Nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməldir? Burada şeyximiz zahirlə cavab vermişdi. Ola bilər deyir, mücməl də ola bilər. Mücməl də ola bilər. Zahir yazanlar da doğru yazmış. Mücməl yazsan yoxdur hər halda. Mücməl yazsa kimsə mücməl də doğru cavabdır. Zahir niyə görə zahirinə? Amma əslində burada digər hədisdə, çünki hədisdə var buna aid dəlil ki, nədir? Təzə xurma ilə quru xurmanı bu cür alış-veriş etmək. Məsələn, 1 kilo təzə xurma verim, 2 kilo köhnə xurma alım, quru xurma. Baxmayaraq ki, satsan dəyəri bəlkə də eynidir. Hətta eyni olsa belə yenə bu ribadır. Bu hədislə bilinir. Amma bu ayədə sırf riba haram olunur. Düzdür, riba. İndi bu alış-verişin quru xurma ilə təzə xurma ilə alış-verişin haramlığına, alış-verişdir, beydir bu, haramlığına dair, yəni bu ayədə belə bir zahir bir şey, vallahi alim, yəni yenə ikisi də səhihdir. Şeyx ən çox üstünlüyü gördüyü zahirdir. Amma sual-cavablarda bizdə imtahan olanda bizdə mücməl olaraq keçmişdir və Allah alim daha doğrusu bu daha çox görsənir. Niyə? Ribanın necə ki namaz qılır, necə qılacaq namaz? Mücməldir. Riba da haramdır. Riba, bu alış-verişin də ribaya daxil olması mücməldir. Çünki normalda zahirən bu alış-verişdir. Bir şeyi verirsən, əvəzində alırsansa bu beyidir. Zahirən əksinə bu nədir? Həmən alış-verişi halal qılmışdır Allah. Halal qılmış, alış-verişə daxildir zahirən. Amma sadəcə başqa dəlillə əsasən biz bilirik ki, bu növ alış-veriş ribaya daxildir məsələn. Ona görə, amma hər halda ikisi də, necə deyirlər, ikisi də anlaşılır dəlalətin. Deməli, zahirə görə də, mücmələ görə də dəlalət var. Bu 46 idi. 47-ci sual ayədir. Alış-veriş etdiyinizdə şahid tutun. Vəşhedü ilə təbəyyən. Alış-veriş etdiyinizdə şahid tutun, yəni şahidlər gətirmək əmri var, şahid tutun. Bu ayənin şahid tutmağın, yəni şahid gətirməyin alış-verişdə məşru, vacibliyinə deyil, məşru olmasına, yəni şəriətdə bu var. Məşru olmasına dəlaləti nədir? Nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Deməli, zahir yazılar nasıl? Əslində nasdır, məşru olduğuna. Yəni, əmr var, məşrudur, yəni icazəlidir ən azından, düzdür. Bu məşruluğuna nasdır. İndi eyni ayə, alış-veriş etdiyinizdə şahid tutun. Bunu artıq şahid tutmanın vacibliyinə dəlaləti nədir? Nasdır, yoxsa zahirdir, yoxsa müəvvəl, yoxsa mücməl? Vacibliyinə, əmr var burada. Şahid tutun. Bu ayə indi vacibliyinə, məşruluğuna nasdır. Vacibliyinə amma nədir? Nasdır, zahirdir, müəvvəl, mücməl, zahir yazılı və doğru cavab zahirdir. Çünki dediyimiz kimi ki, bunu ətraflı keçəcəyik. Əmr etmənin, yəni əmr forması deməli
vacibliyə dəlaləti zahirdir. Zahirəndir. Zahirən. Nas deyil, bir mənalı. Çünki orada müstəhəblik də anlaşıla bilər. İrşad, mübah ki, keçəcək. Doğru cavab burada zahirdir. Bəli, maşallah, barakallahu. 49-cu sual İbn Məsuddan gələn hədisdir. Rasulullah sallallahu əleyhi və səlləm o hədisdə buyurmuşdu, yəni İbn Məsudun bu cür hədisi rivayət edir ki, Rasulullah sallallahu əleyhi və səlləmdən soruşdum. Rasulullahdan sallallahu əleyhi və səlləm soruşdum ki İbn Məsud ki hansı əməl Allah azze və cəlləyə daha sevimlidir? Yəni Allah hansı əməli daha çox sevər? Ki bu ayə, bu hədis daha doğrusu Allahın sevgi sifətinə də dəlalət edir. Deməli, Rasulullah sallallahu aleyhi ve sellem cavabında buyurmuştu ki vaxtında qılınan namaz. Vaxtında qılınan namaz. Bu hədisin vaxtında namaz qılmağın məşruluğuna, məşru olmasına, yəni şəriətdə bu var. Məşruluğuna dəlaləti nədir? Nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməldir? Nas yazırlar. Nas yazırlar. Bəli, maşallah, barakallah. Nas artıq əlhəmdülillah sual cavabla bütün anlaşılmayan şeylər də anlaşılır. Deməli bu nasdır. Məşruluğu nasdır. Yəni artıq Allaha ən sevimli əməldir. Ən sevimli əməldir. Ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm cavab verir bu cür. Deməli məşrudur 100% Allah. Çünki sevib razı qaldığı şeylər hamısı ən azından ibadətdir, məşrudur. Deməli ən azından. 40-cı, daha doğrusu bu 49 idi. 50-ci sual. Deməli, bu da hədisdir. Həqiqətən deyir, günəş və ay Allahın ayələrindən iki dənə ayədir, yəni möcüzələrindən. Ayə dediyimiz bir Allahın varlığına, vəhdaniyyətinə, yəni təkliyinə və s. dəlalət edən mənasında da işlənir ki, burada budur. Allahın ayələrindən iki ayədir və onunla Allah qullarını qorxudur. Yəni günəşin və ayın tutulması ilə qorxudur və həqiqətən onlar hər hansı bir, çünki həmən günü bir dəfə o tutulma olan günü Peyğəmbərimizin sallallahu aleyhi ve sellem oğlu İbrahim, səhv etmirəmsə, vəfat edirdi və bəzi insanlar bunun onunla əlaqəli olmasını düşünməsinlər deyə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunu demişdir həmən günü ki, bu onlar, yəni nə günəş, nə ay, hər hansı bir kəsin, insanlardan hər hansı birinin ölümü ilə əlaqədar tutulmaz. Yəni heç ölümlə heç bir əlaqəsi yoxdur. Allah onunla qullarını qorxudur. Qiyamətin gəlməsi, çünki qiyamətin gəlməsində günəş, ay, bunlar nədir? Qorxudur bununla. Xatırlatmaq kimi. Və deyir, sizdən, daha hədis davam edir, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, sizdən hər hansı biriniz bunlardan hər hansı bir şey görərsə, yəni ayənin və yaxud günəşin tutulmasını, nədir? Namaz qılın. Hər hansı bir şeyi gördüyünüzdə namaz qılın, namaz əmr edilir. Namaz qılın və o açılana qədər həmin o tutulma, günəşin və yaxud ayın tutulması və yaxud hər ikisinin tutulması açılana qədər, yəni bitənə qədər dua edin. Dua edin. Bu cür hədis. Bu hədisin həmin o ay və ya günəşin və yaxud hər ikisinin tutulmasının insan ölümü ilə əlaqəsi, yəni insan ölümünün bu tutulmağa səbəb olmamasına dəlalət etməsi nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməl? Yəni bu hədis dəlaləti ki, bu insan ölümü ilə heç bir əlaqəsi yoxdur. Bu hədis sin dəlaləti nasdır və zahirdir, mücməldir, yoxsa müəvvəldir? Mücməl yazılar. Əslində bir də təkrarlayayım. Bax, bu hədisdə deyilir ki, açıq-aşkar deyilir ki, bunların heç biri hər hansı insanlardan bir ölümü ilə tutulmaz. Tutulmaz. Allah bununla qullarını qorxudur. Namaz qılın bu gördüyünüzdə bu şey və o açılana qədər, həmən tutulmaq gedənə kimi, nədir? Tutulma gedənə kimi nədir? Dua edin. Namaz qılın və dua edin. Düzdür? Ona görə doğru cavab nasdır. Bəli, nasdır. Nas. Açıq-aşkar deyilir. Yəni bu insan ölümünə heç bir əlaqəsi yoxdur. Ona görə buna dəlaləti açıq-aşkar nasdır. Deməli, nas, dəlalətin adı nasdır. Yəni bir mənalı. Başqa bir məna yox burada. 51-ci sual. Ayədir. Kitabda həmçinin İbrahimi də zikr et. Həqiqətən o siddiqlər, həqiqətən o siddiq və nəbi, peyğəmbər idi. Nəbi, rəsul deyil, nəbi. Ki bunların arasındakı fərqi biz əqidə kitablarındakı 3 əsasda və
Fiqhul Əkbərdə keçmişik. Deməli, həqiqətən o siddiq və nəbi idi. Bax, bu ayə İbrahimin aleyhissalam peyğəmbərliyinə dəlaləti nasdır, zahirdir, müəvvəldir, mücməl. Ki, ki İbrahim aleyhissalam peyğəmbər idi. Bunun dəlaləti nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Nas deyilər. Bəli, nasdır, doğrudur. Çünki açıq-aşkar deyilir ki, o siddiq və peyğəmbər, nəbi. Açıq-aşkar nasdır. Sonra 52-ci sual. Dəlil belə gəlir ki, az öncəki hədislə əlaqədar kusuf, deməli, hadisəsinə əlaqədar, yəni günəşin və ayın tutulması. Onu, hədisin o bir hissəsini gətirilir. Siz onlardan hər hansı bir şeyi gördüyünüzdə, yəni ay və yaxud günəşin tutulmasını namaz qılın əmri var. Düzdür orada? Namaz qılın. Bax, bu hissənin, hədisin bu hissəsi kusuf namazının, kusuf ya xusuf deyirlər. Bəzi alimlər fərq edir. Kusuf günəşə ya xusuf aya aiddir və yaxud əksinə. Yəni şey deyil, problem deyil. Hər ikisində də istifadə olunur. Deməli, kusuf namazının vacibliyinə, bu hədisin kusuf namazının qılınmasının vacibliyinə dəlaləti nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməl? Sağımız. Zahir deyirlər. Zahir, bəli, maşallah, barakallahu fikum, zahir. Vacibliyinə dəlaləti zahirdir, əmr forması, nas deyil. Nasda çünki deyilmir ki, vacibdir. Sadəcə deyir, əmr olunur. Əmr isə vacibliyə dəlaləti zahirdir. Maşallah, barakallahu fikum. Elhamdülillah, deməli, anlaşıldı. Nasla zahirin fərqi. 53-cü sual. Deməli, ayədir. Kim deyir? Təməttü həcci. Biz deyirik təməttü, yəni həclə ümrə bərabər. Ümrə eləyirsən, birinci ehramdan çıxırsan, sonra həccə girirsən, təməttü həcci. Deməli, kim deyir? Təməttü həcci eləyərsən, mənaca deyirəm ayəni. Onda qurban kəssin, bacardı, yəni ona yüngül gələn, bacardı, imkan daxilində qurban kəssin. Kim isə qurban tapmazsa kəsməyə, çünki bir səfərdə iki ibadət etmiş olursan, normalda ömrəni ayrı, həcci ayrı etməlisən. Bir səfərdə ikisini bir yerdə etmiş olursan, bu nədir? Bunun qarşılığında qurban gətirirsən. Kim deyir, tapmazsa, yəni qurban gətirməyə imkanı olmaz, satılmaz, pul olmaz və s. Onda nədir? Onda həcdə ikən 3 gün tutsun, həcdən sonra isə, yəni evinə dönəndən sonra isə, ki, evinə dönməklə nəzərdə tutulur, biz demişdik keçən dəfə, yenə deyirəm, burada məsələ fikri məsələləri araşdırma deyil, həmin o üsul necə işləyir, dəlalət ki, burada dəlalətdir məsələn. Deməli, 3 gün həcdə, 7 gün isə dönəndən sonra bunlar da kamil olaraq 10 gün edər. Yəni 3 gün və 7 gün. Bunlar da kamil olaraq 10 gün edər, oruç tutsun. İndi bax, bu ayə həmən o tutulan orucun, yəni təməttü həcci edən insanın tutduğu orucun əgər qurban tapmazsa, 10 gün olmasına, yəni bu orucun say baxımından 10 gün olmasına bu ayə dəlalət etməsi nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməldir? Nas yazdılar indi, yoxsa bunu əvvəl yazmışlar, hər halda indi yazdılar. Nasdır. Doğru da cavabdır, nasdır. Maşallah. Barakallahu fikum. Doğru cavab nasdır. Çünki bari nasdır, 10 gün. Yəni burada biz əvvəl də misal gətirmiş deyəsən, yəni bu ayədən kimsə anlaya bilməz ki, 9 gündə ola bilər, 11 gündə ola bilər. Açıq-aşkar 3 gün, 7 gün, tam olaraq 10 gün. Bu saya dəlalət nas olaraqdır. 54-cü sual. Deməli, dəlil nədir? Yenə o kusufla əlaqədar, kusuf namazı ilə, günəş və yaxud ay batması ilə, və yaxud hər ikisinin batması ilə əlaqədar həmən bir hissəsi ki, sizdən hər hansı biriniz bunu görərsə, ondan hər hansı bir şey namaz qılsın. Bu bir hədis. Namaz qılsın, əmr. Bu hədisə, digər hədisin işığında baxarsaq ki, bir bədəvi gəlir Peyğəmbərimizin sallallahu aleyhi ve sellem yanına, ona mənim üzərimə namazdan vacib nədir? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, 5 vaxt namaz gün və gecə ərzində, bir gün bir gecə, yəni 24 saat bildiyimiz əsnada 5 vaxt namaz. Bədəvi nədir? Ona Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, bundan başqası mənim üzərimdə bir vacib varmı namazların içində? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, yox. Sənin nafilə olaraq, könüllü olaraq etdiyin istisna. Yəni, kusuf namazını orada əmr gəlir, qılın. Burada isə
5 namazın xaricində hər hansı bir vacib namazın olmadığını bildirən digər bir dəlil var. Fikir verin, digər dəlil var artıq. Bax, bu birinci namaz qılın, qusur namazını qılın və 5 vaxt namazdan başqası vacib deyil hədisi işığında baxanda kusuf namazının müstəhəb olmasına dəlalət etməsi bu nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməldir? Müəvvəl yazılır, maşallah müəvvəl, maşallah barakallahu fikum, həqiqətən müəvvəldir. Çünki zahirinə görə biz keçdik həmən nədir? Vacibdir. Zahirən namaz qılın, vacibliyi bildirər zahirən. Amma digər dəlilin bu zahirən vacib bildirən bu hədisin xaricində digər bir dəlilin işığında, əsasında nədir? Bu vacibə daxil deyil, kusuf daxil deyil. Ona görə biz nə deyirik? Həmən buradakı əmr deməli nədir? Müstəhəbliyi bildirər. Ona görə biz nə olur? Müstəhəbliyə artıq da müəvvəldir. Müəvvəl dəlil. Çünki zahirən vacibliyini bildirir. Zahirin racih görür, zahirdə racih məna 2 və ya daha çox mənaya bildirəndə racih məna zahiri mənadır. Öz-özlüyündə sözün. Qılın, orada zahir vacibdir. Amma vacib, zahir olan ki vacib var, ondan başqa bir hökm verəcəyiksə, başqa bir dəlalətdən danışacaqsa, başqa dəlil əsasında biz deyirik, deməli bu müəvvəldir, racih deyil. Racih olmayan o dəlaləti seçməyimizin səbəbi digər dəlildir. Həmən o ikinci hədisdir. Ona görə bu oldu müəvvəl. Doğru. Maşallah, barakallah. 55-ci sual. Muhammedun Rasulullah. Bu söz Muhammed sallallahu aleyhi və səlləm Allahın rəsuludur, elçisidir. Bax, bu söz ki, ayədə də keçir, hədislərdə də keçir. Bu, Muhammedin sallallahu aleyhi və səlləm risalətinə, yəni rəsul olmasına, elçi olmasına dəlaləti nasdır? Zahir, müəvvəl, yoxsa mücməl? Nas. Barakallahu fikum. Açıq-aşkar Rasulullah deyilir. Sallallahu aleyhi və səlləm. 56-cı sual, nasdır, bəli. Namaz qılın ayədə deyilir. Ayənin bir hissəsində vaqimus salah. Namazı iqamə edin. Namazı olduğu kimi yerinə yetirin. Bu ayə namazın vacibliyinə dəlaləti nasdır, zahirdir, müəvvəl, yoxsa mücməl? Namazın vaciblinə, namaz qılmaq vacibliyinə. Nas deyirlər, zahir. Əslində doğru cavab zahirdir. Burada əmr, biz vacib sözü keçdi mi? Burada yox. Namaz qılın. Fikir verin, burada da önəmli bir nöqtə var. Şeyximiz də ondan eləmişdi. Yəni, buradan elə anlaşılmasın ki, biz deyirik, namaz qılmaq vacib deyil. Bu ayəyə əsasən sırf biri var, bütün dəlilləri ortaya toplayaraq alimlər icma etmişlər ki, 5 vaxt namaz vacibdir. Vacibliyini inkar edən belə kafirdir. Qılsa belə vacibliyini, bu etiqadi küfürdür artıq. Vacibliyini inkar edən belə, yəni qılsa belə inkar edən kafirdir. Sadəcə məsələ bu dəlildən getirir. Bu ayənin namazın qılınmasının vacib olmasına dəlaləti nas deyildir, zahirdir. Nas deyil. Çünki burada deyilmir namaz qılmaq vacibdir. Burada namaz qılın. Necə ki, kusuf namazına aid. Biz deyirik ki, qılın, namazı qılın. Zahirlə nas nədir? Nasdır, vacibli, yox, zahiri vaciblidir. Burada da nədir bu? Zahiri, əmr formasına biz dedik ki, əmr vacibliyə dəlaləti zahirəndir. Zahirən, nas deyil. İnşallah ki, anlaşıldı. Zahirdir. Doğru cavab zahirdir. 57-ci yenə namaz qılın ayəsi. Bunun namazın qılınma şəklinə, namazın qılınma tərzinə dəlaləti bu ayənin nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməldir? Mücməl. Maşallah, barakallahu fikum. Mücməldir, bəli. Çünki namaz qılın, amma namaz necə qılınmalıdır? Namaz qılın. 4 rükətmi, 3 rükətmi? Rükû varmı, səcdə varmı, varsa da ayələr, o digər ayələr arasında. Yəni bu ayədə nə rükû haqqında, nə heç bir şey yox, düzdür? Ona görə namazın heyətinə, yəni qılınma şəklinə dəlaləti mücməldir. Əlhamdülillah, digər ayələrdə bir hissəsi, hədislərdə daha təfsilatlı bəyan olunur. Əlhamdülillah, dediyimiz kimi elə bir mücməl yoxdur ki, o bəyan olunmasın. Deməli, neçənci? 58-ci sual. Zəkat çıxarın, ayət-ü zəkat, zəkat verin. Bu ayə, zəkat verin. Bu ayənin bu hissəsi ki, həmən ayənin vaqimü salatu və ayət-ü zəkatə, bu ayənin zəkat çıxarmanın vacibliyinə dəlaləti nasdır, zahirdir, müəvvəl, mücməl.
Nas. Zəkat verin deyilir. Fikir verin, təzədən təkrarlayım. Cavabınıza düzəliş verəsiniz. Zəkat verin. Zahir, bəli, zahir. Çünki verin, əmr formasıdır bu. Əmr dediyimiz kimi zahirən vaciblə dağılır. Zəkat vacibdir, sizə zəkat vacib edildi və s. Bu cür deyilsəydi başqa. Burada zahirən, vacibliyinə zahirən dəlalət edir. Əvvəl də dediyimiz kimi bu dərsdə də indi ona aid suallar gələcək deyə nə deyirəm? Bəzən yəni bəzən çox vaxt bir ayə və yaxud bir hədis, dəlil, ümumiyyətlə nas bir tərəfdən, məsələn biz deyirik ki, məşruluğuna dəlaləti nədir? Biz deyirik ki, nas, məsələn, namaz qılın. Hə? Vacibliyinə dəlaləti nədir? Biz deyirik ki, zahir, artıq digər dəlالət gəldi. Heyətinə, namazın qılınma şəklinə dəlalətinə deyirik ki, mücməl. Çünki namazın düzdür, yəni eyni ayə, eyni hədis, eyni ümumiyyətlə mətn, hətta alimlərin sözü və s. Yəni baxır hansı cəhətdən, neyi soruşur, nə hansı şeyə dəlalət edilir. Bəzən o şeyə dəlaləti nas ola bilir, bəzən zahir ola bilir, bəzən mücməl, bəzən müəvvəl və s. İndi burada yenə zəkat verin, bu cür tərcümə edək. Zəkat verin ayəsi bunun zəkatın nisabına, nisab nə idi? Fiqhdə keçmişdik. Yəni müəyyən bir minimum var, miqdar var ki, ora çatanda artıq zəkat olmalı sahibinə zəkat çıxarma vacib olur, nisab. Deməli, zəkatın nisabının miqdarına və əgər nisaba çatdısa, çıxarılacaq miqdara, yəni vacib oldu bildim, amma nə qədər çıxaracaqsın? 100%-mi, 40%-mi, 5%-mi, 10%-mi? Hə, bax, buna dəlaləti, bu ayənin buna dəlaləti nədir? Nasdır, zahirdir, mücməldir, yoxsa müəvvəldir? Zəkat verin ayəsi zəkatın nisabına və çıxaracaq miqdarına dəlaləti nasdır, yaxud digər dəlalətlərdir. Nəsə yazan yoxdur, yoxsa internet arada sallanır. Mücməl, bəli, dəlaləti yox, nas deyil, mücməldir. Nas odur ki, yəni açıq-aşkar deyirsin ki, nisab budur. 20 dirhəmə çatanda dinara, yaxud 200 dirhəmə, naslarda keçən. Hə? Nas odur. Burada nə nisab haqqında ayədə bir şey var, nə çıxaracaq miqdar haqqında heç bir şey yox. Yəni nas olması ümumiyyətlə mümkün deyil. Bu zəkat çıxarın. Bu necə ki namaz qılın, namazın heyəti mücməl oldu. Burada da zəkat çıxarın. Amma zəkat nə vaxt vacib olur, o nisab nə qədər çıxaracağı vacib olsa, bu barədə heç bir şey yox. Ona görə bunun dəlaləti mücməldir. Mücməl. Nədir? Bəyana ehtiyac olan ümumi bir zəkat sözdür. Amma necə, nə cür bunu çıxarmaq, nə vaxt çıxarmaq, bunun heç bir bu barədə bir şey bu ayədə yoxdur. Deməli, 60-cı sual. Doğru cavab mücməl oldu. 60-cı sual. Həqiqətən Allah və Rəsulu xamr, yəni sərxoş edici, məst edici şeyləri, onların satışını haram etmişdir. Həqiqətən Allah və Rəsulu sallallahu aleyhi və sələm xamrı, yəni sərxoş edici şeyləri nədir? Alış-verişini haram qılmışdır. Bax, bu dəlilin xamrın, yəni o sərxoş edici şeylərin alış-verişinin haram olmasına dəlaləti nas, zahir nədir? Nas, bəli. Açıq-aşkar nas niyə? Haram qılmışdır, birbaşa deyilir nas. 61-ci sual. Eyni dəlil, həqiqətən Allah və Rəsulu sallallahu aleyhi ve sellem sərxoş edici xamrı, yəni alış-verişini haram buyurmuşdur. Bunun alkol deyirlər bizə, alkoqol, spirtli, belə deyil. İçində yəni alkol məhsullarının satışının onu haram görənlərin, yəni onu xamra daxil olduğunu deyənlərin sözünə əsasən, ki, bu barədə alimlər arasında ixtilaf var. Ona görə sualı belə verir. Deməli, o görənləri əsasən burada yoxdur. Kitabın əmanətindən deyir, amma şeyximiz buna əlavə etmişdir. Yəni, alkoqoldan, spirt belədir, alkoqol. Yəni, alkoqolun da xamr, həmən o sərxoş edici şeylərə daxil olmasını görən alimlərə əsasən, yəni onlar deyirlər ki, alkoqol da həmən o sərxoş edici şeylərə daxildir, xamra, və ona görə də alkoqollü bütün məhsullar, içində alkoqol olan bütün məhsulların satışı da, necə ki, sərxoş edici xamrın satışı haramdır, az öncə dediyimiz kimi həmən dəlil olur. Satışı necə haramdır? Alkoqol məhsulları da
Nedir? Haramdır. Bax bu sözün həqiqətən Allah və Rəsulunun xamrın satışını haram buyurmuşdur. Bu dəlillə əsasən buna dəlalət etməsi, alkoqol məhsullu olan bütün şeylərin də satışının haram olmasına nədir? Dəlaləti nasdır, zahirdir, müəvvəldir yoxsa mücməl? Nas yazılır, mücməl, zahir. Doğru cavab nas desən əvvəl yazmışlar. Doğru cavab zahirdir. Niyə? Çünki əvvəl xatırlayırsınızsa bir hansısa şeydə it, köpəklərin misalında biz dedik ki, bir şey cins var məsələn. İt, burada xamr, sərxoş edici. Sərxoş hər şey var. Ona görə biz nə deyirik? İçki demirik. Əslində biz deyirik içki demək doğru deyil. Çünki sanki içki olmayan şeyi məsələn bugünkü günə o qədər Allah qorusun o qədər haram insanın ağlını alan o qədər şeylər var. Toz ola bilər və yaxud başqa bir içəcək deyil, məsələn, iylənəcək bir şey ola bilər və s. Ona görə sərxoş edici, xamr, hamısı muskir deyirlər. İskar edən hər bir şey xamrdır. Yəni sərxoş edici şeylər bir şeydir, belə cins deyək. Onun altında növləri var. Hər bir şey. Kim ki alkoqolü də ona daxil edir, deməli bu nədir? Ümumi bir şey fərdlərinə dəlaləti zahiridir. Fərdlər. Necə ki it deyəndə bütün itlər nəzərdə tutulur. Xamr sərxoş edici deyəndə də bütün sərxoş edici şeylər də ki alkoqolü də ondan sayanlar onu da ona daxil edib onun dəlaləti fərdlərinə olan dəlaləti zahiri olur. Ona görə burada nədir? Həmin o alkoqollü məhsulların alış-verişinin haram olmasını o dəlillə əsasən xamrın satışının haram olmasına o dəlillə əsasən dəlaləti zahiri dəlalətdir. Çünki xamra daxil edirlər. Xamrın fərdlərindən onu sayırlar. Deməli, sonra deməli doğru cavab nə oldu? Doğru cavab həmən şey zahir. 62-ci məsələ, sual ayədir. Bir-birinizin, yəni bəziləriniz digərlərinin qeybətini qırmasın, qeybətini etməsin. Sizdən hər hansı birinin qardaşının ölü ətini yeməyi istəyərmi, sevərmi yəni? Və deyir nədir? Fəkərihtimu, bunu kərik görürsünüz, xoşlanmırsınız bunu. Bu cür misal gətirir. Allah Subhanahu taala Quranda buyurur ki, mənaca nə deyir? Bir-birinizin qiymətini qılmayın, yəni biriniz digərinin qiymətini qılmasın, qeybətini qırmasın və qeybətinin çirkin olduğuna dair bu cür misal gətirir ki, hər hansı biriniz qardaşınızın ölü, məsələn, qardaşınız ölüb, onun ölü ətini yeməyi istəyərmi, xoşlayarmı? Görürsünüz ki, bundan deyir diksindiniz, yəni xoşlanmırsınız bunu, düzdür? Yəni bu qədər çirkin, yəni onun ölü ətini yemək kimidir, bənzədir. Bax ayənin qeybətin qəbih, yəni çirkin olmasına, qəbahətli olmasına dəlaləti nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Qeybətin çirkin olmasına bu ayə dəlalət etməsi nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Yəni bu ayədən başqa bir məna anlaşılırmı? Bu qeybət çirkin deyil. Bu ayədən nə anlaşılır bir mənalı olaraq, yoxsa iki və ya daha çox anlaşılan bir şey varmı? Nas, bəli, doğru nasdır. Yəni ayədən açıq-aşkar qeybətin çirkin olması anlaşılır. Birincisi nəhd olunur, ikincisi ona bu cür misal da gətirilir. İnsanın xoşuna gəlməyən bir misal, yəni ölü qardaşının ətini yeməyi misalı gətirilir ki, qeybətə bənzər. Ona görə bu ayə nas olaraq bir mənalı çirkinliyinə dəlalət edir. Buradan yəni heç kimsə anlaya bilməz ki, qeybət çirkin bir şey deyildir. Sonra 63-cü sual. Eyni ayə, siz yəni biriniz digərinin qeybətini qılmasın. Təkrarlamıram, dəlili təzədən təkrarlamıram vaxt qənaəti üçün, həm də inşallah ehtiyac yoxdur. Bu eyni ayənin qeybətin günahı açıq-aşkar işləyən insanın qeybətinin də, onun da qeybətinin haram olmasına dəlaləti, günah açıq-aşkar, insanlar arasında açıq-aşkar günah edir insan. Bunun da o günahına görə qeybət olunmasının haramlığına dair dəlaləti bu ayənin nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Mücməl. Əslində
zahirdir. Zahir. Niye göre? Çünkü biriniz diğerinin gıybetini kılmasın değildir. Yani günahını açı aşkar eden insan da bizden biri. Biriniz bir diğerinin gibi. Bizden biri yani. Zahiren onu da ihate edir. Yani bu ayede onun da gıybeti zahiren haramdır. Halbuki şimdi biz desek ki başka bir hadis var. Açık aşkar günah işleyenin gıybeti yoktur vesaire hadisi. Ki onun hükmünde sayılı vesaire alimlerin emeli onunladır. Zayıf diyenler de vesaire var. O delile esasen desek ki onun gıybeti mübahtır. Onda ne olur? O diğer meselelerde olur. Müevvel diğer iki. Müevvel. Ama bu ayeye esasen bu ayeye de nedir? Gıybeti haram olan insanlara o da dahildir. O da dahildir. Biriniz diğerinin gıybetini kırmasın. Ona göre ne oldu? Burada onun da bu aya dahil mi? Yani gıybetinin haram olmasını bu aya dahildir. Zahiren onun da gıybeti haramdır. Sonra 64. İnşallah problem yok. Dediğimiz kimi bu haramlıqdır, əmirdir. Bəzilərinin biz dəlaləti zahirən niyə dəlalət edə və bəzi məsələlər var ki, biz onları keçməmişik deyənə, yəni burada inşallah zərər yoxdur. Belə bir şey yox. Daha ətraflı o məsələlər, məsələn, nəhi burada haram, qılmayın, nəhi var. Bunun dəlaləti haramlıqdır. Sonra o da ona daxildir. Zahir nədir? Hə? Keçəcək, am, xas və s. keçəcək. Ümumiyyətlə zahiri belə biz o sözün dəlaləti keçmişik, amma ümumiyyətlə zahirin növlərini keçəcəyik ayrıntılı. İnşallah onda daha hamısı aydın olacaq. Yox, mücməl, bilin ki, mücməl nədir? Bir söz işlənir, namaz, zəkat, hə? Məsələn, hə? Mücməl. Və məsələn, hətta tağut, alimlər nədir? Tağut sözü də mücməldir. Bir ayədə deyirsən, tağutu inkar etmə. Hə, ya, bildik, əlhamdülillah. Tağut nədir? O ayədə tağut barədə bir şey var. Yox, başqa dəlillə əsasən o mücməl sözü bəyan olunur. Ayədə və yaxud hədisdə bəyan olunur. Amma sözün əslində kim tağutu inkar edib, Allaha iman gətirməzsə, nədir? Kim tağutu inkar etməyib, Allaha iman gətirməzsə nədir? Fəmən yakfur. Daha doğrusu kim tağutu inkar edib Allaha iman gətirərsə, qırılmaq bilməyən qulpdan yapışmış olar. Amma tağut kimdir? Mücməl bir şeydir. Yəni onu başqa dəlillər əsasında bəyan olunur, mübəyyən, bəyan olunur. O cür şeylər, o sayılır mücməldir. Onun dəlaləti mücməldir, bəyan olunan kimi. Amma burada haram qeybət qılmayın. Qeybətin nə olduğuna desək, qeybətin nə olduğuna deyərik bu mücməldir. Qeybət sözü mücməl. Qeybət nədir? Başqa bir şey izah olunur ayələrdə yaxud hədisdə, düzdür. Amma haramlığına dair biriniz diğerlerinin qeybətini qırmasın. İndi o diğerin məsələn günahını açıq-aşkar işlənən birisiyle ona daxildirsə, nasla daxildirmi? Zahirlə daxildir. Bu məsələyə aiddir artıq. Ki, zahirən dəlaləti onu da əhatə edir. Onun da qeybətini qırmaq haramdır zahirə görə. Deməli, 64-cü sual. Başqa hədis. Həqiqətən sizin bu nədir? Həcdə, vida həcində deyilmişdir. Resulullah sallallahu aleyhi ve sellem buyurmuştu ki, həqiqətən sizin qanlarınız, mallarınız və irzləriniz, yəni namusunuz aranızda haramdır. Yəni toxunulmazdır. Bu sizin gününüz kimi, Ərəfə günü və bu cümə günü idi. Bu sizin ayınız kimi, Zülhicce ayı və bu sizin bəldəniz kimi haram bəldəsi, Məkkə haramı. Deməli, bu hədis mal ilə insana cəza vermək, məsələn, cərimə filan şey elədin, cərimə götürülür sənə mal cəzası, yəni pul cəzası belə deyil, mal, yəni hansı bir malını müsadirə edirlər. Bu hədis mal ilə cəza verməyin, cərimə məsələn etməyin haramlığına dəlaləti nədir? Nasdır, zahirən, müəvvəl, yoxsa mücməl? Burada deyilir axı mallarınız bu günləriniz, ayınız və bəldəniz kimi sizə haramdır. Bu mal ilə cərimə yazmağın, yəni cəza etməyin, cəzalandırmağın haramlığının dəlaləti nasıl ilədir? Zahirdir, müəvvəldir, yoxsa mücməl? Burada doğru cavab yazan yoxdur. Deyim. Doğru cavab nədir? Zahir. Dəlalət zahirəndir. Zahirən. Niyə görə? Çünki mallarınız haramdır, yəni bir-birində. Sən niyə başqasın
malını bu dəlillə əsasən. Niyə başqasının malını bir cəza qarşılığında, yəni ala bilmərsən, başqasının mal ilə malı əlindən almaqla və yaxud müəyyən məbləğ tələb etməklə onu cəzalandıra bilmərsən. Cəzalandıra bilmərsən. Təbii ki, bu ixtilaflı məsələdir. Amma burada dediyimiz kimi bu hədisə əsasən bunun dəlaləti burada zahirəndir haramlığına dair. Başqa rivayət olsa, məsələn, gətirsən ki, başqa hədisdə deyilir ki, məsələn, kim zəkat vermirsə, onun deyir, zəkatını da alın, malının yarısını da alın hədisi. O hədisin işığında burada ikinci dəlil olaraq zikr olunarsa, biz deyərik ki, müəvvəldir. Artıq deməli nədir? Müəyyən şeylərdə mal ilə cəzalandırmaq, zəkatı çıxartmadığı üçün zəkatı da aldıq ondan, üstəlik malının yarısını da aldıq. Bu nədir? Mal ilə cəzadır. Mal ilə cəzalandırmaqdır. Ona görə nə olur? O hədisi dəlil götürən, yenə biz deyirik bu fikir məsələni, malla bu cərimə caizdir, caiz deyil və s. O məsələyə girmir, onu fiqh aiddir. Sadəcə misal gətirir. O hədisi dəlil alanlar əsasən onlar deyirlər ki, artıq onlara görə müəvvəl olur. Müəvvəl olur. Zahirinə görə haramlığından çıxırlar. Nədir? Cəzanın ən azından mübahlığına. O biri dəlilə əsasən. Amma burada başqa dəlil zikr olunmur. Onda burada zahirəndir. Amma o biri hədisi zikr etsək, deyərik ki, müəvvəldir. Deməli, 65-ci sual. Yenə həmin hədis, mallarınız, canlarınız, irzləriniz, namusunuz haramdır. Sizə bu hədisin qanların və malların haram olmasına, yəni toxunulmaz olmasına dəlaləti nasdır, zahirdir, mücməl müəvvəl, nasdır. Bəli, maşallah, nas açıq-aşkar, çünki deyilir, hədisdə bu söz haramdır sözü sizə. Bəli, mallar və s. Sonra, amma o biri az öncəki sualda nə idi? Mal ilə cəzalandırmaq məsələsi var. Deməli, cəza haqqında birbaşa bir şey yox idi. Ona görə biz zahirən dedik ki, bəli, o da haramdır. 66-cı, bu şüfa deyilən bir şey, fiqhə aiddir. Bilmirəm, biz bu müxtəsər proqramda şüfaya aid yadıma gəlmir. Keçmişdir, yoxsa yox? Qısa olaraq izah edeyim. Şüfa haqqı nədir? Şüfa haqqı hədis var. Burada iki hədis zikr olunur. Birinci hədisi deyək və yaxud birinci şüfanı deyək ki, hədisdən anlaşılsın. Qonşuya, məsələn, ortaq bizim bir torpağımız var. Yarı bayarı almışıq onu, pulun yarı verib, ortaqdır ev bizim, torpaqdır, evdir məsələn, 3 otaq, ortaq işlədirik. Belə bölməmişik, 2 otaq sənin, 1 otaq mənim və yaxud da ki, torpağı da bölməmişik, bura qədər sənin, bura qədər mənim. Ortaq bir, nədir? Torpağımız, mülkümüz var. Mən öz hissəmi, şəriki olduğum hissəni, yarısını məsələn satmaq istəyirəm. Mən onu şərikmə yox, başqasına birinə satıram. İndi mən başqa birinə satanda bu şərikimin haqqı varmı ki, mənə desin ki, onu elə mənə deyərdim, mən alacaqdım onu. Çünki qonşu yox, burada ortaq, mən kimlə ortaq yaşadaq bir məhəllə, evdə, belə deyək, yaşayacağımız, yəni adam, mənim də haqqım var onu seçməyə və s. Mənim almağa haqqım. Buna deyilər şüfa haqqı. Yəni, həqiqətən o adamın, indi orada şərtlərini deyəcək, şərikinə olan mallarda. Yəni, hərə mənim qonşumdur, qonşu evi, yəni evində ayrı yaşayır. O qonşu evi satanda da mütləq mənə deməlidir, almaq istəsəm mən alım, yoxsa başqasına sata bilər. Yoxsa başqasına satsa mən deyərəm, yox, mənə sat. Onu poza bilərəm şüfa haqqında, əsl şərtlərinə uyğun şüfa haqqında mən poza bilərəm alış-veriş. Eyni qiymətə ondan alaram, mənim haqqımdır çünki. Amma yəni bu hər qonşuya aidiyyəti yoxdur bunun. Biz artıq fikir məsələyə girdik, amma şüfa haqqı odur. Yəni şüfa haqqı odur ki, digərini qonşunun yaxud şərik olduğun şeyin ki, o məsələ olacaq burada, şərik olduğun, belə deyək, adamın yəni satacağı alış-veriş, edəcəyi alış-veriş, başqasına satdığı şeyi, sənin şərik olduğun malın öz hissəsini satır, sənin hissəni yox, sənin hissəni satma haqqı belə yox. Öz hissəsini satmasında nədir? Sənin haqqın var ki, o alış-verişi pozasan, o alış-verişi sən eləyəsən, sən alasan onun, həmən o ortaq olduğun malının digər hissəsini, şərikinin digər hissəsini sən alasan. Sənin haqqın var. Deməli, bax, bu şüfa haqqı budur. İki hədis burada deyilir. Birində ki, şüfa lilcar, şüfa haqqı qonşuya aiddir. Yəni, qonşu sözü nədir? Ümumidir burada, düzdür? Yəni, hər hansı bir qonşu. Sənin mülkündə şərik olan da qonşun sayılır. Eyni evdə yaşayırsınız, eyni torpaqda bölüşmüsünüz. Məsələn, əkirsiniz, becərirsiniz, yaxud yaşayırsınız. O da qonşudur. Amma şərik olduğun mal. Bir də var, bizim bildiyimiz, yəni qapını açırsan üzbəyüz digər mənzildə yaşayan, o da qonşudur.
və yaxud həyət evidir. Hasarın o üzündə o da qonşudur. Hə? Yəni bu hədisdə qonşudur ümumiyyətlə. Şufa haqqı qonşuya aiddir. Belə hədis. Amma bu hədisi digər hədisin işığında anlayanda digər hədisdə nə deyilir? Əgər hədd, məsələn, qonşunun torpağı ilə sənin torpağın hədd, çizgi, yəni sərhəd cızılsa, sərhəd qoyulsa və yollar da ayrılsa, hətta məsələn o torpaqdan ümumi bir yol keçir, ümumi yox, yollar ayrılsa, ortaq bir yolunuz da yoxdur. Hər kəsin yolu, girişi, çıxışı ayrı, gedişi, gəlişi. Yəni sərhəd qoyulsa mülklər arasında və yollar da ayrılırsa, şübhə haqqı yoxdur hədisi. Baxın, qonşu, yolunuz bir olanda, bir olmayanda. Sərhəd aranızda varmı? Mülkün yoxdursa da. Birinci hədisdə hər bir qonşu daxildir buna. Şübhə haqqı qonşuya aiddir. Hə? İkinci hədisdə deyilir ki, yollar ayrılırsa və nədir? Sərhədlər də, yəni mülk, sərhədlər də cızılsa, ayrılsa, artıq şübhə haqqı yoxdur. Bax, bu hədisin işığında, birincini bu hədisin işığında anlayaraq, deməli, şübhə haqqı yalnız şərik olan, yəni ortaq yoldurmu, torpaqdırmı, evdirmi, şərik olan qonşulara aiddir. Şübhə haqqı yalnız ikinci hədisin işığında, birinci hədisi anlayırıq ki, yalnız şərik olan, ortaq olan qonşulara aiddir. Hər bir qonşuya aid deyil. Bax, buna dəlaləti nasdır, zahirdir, müəvvəl yoxsa mücməl? Müəvvəl yazılır. Müəvvəl nas. Nas. Bax, birinci hədisi. Birinci hədisə şübhə haqqı qonşuya aiddir. Hər bir qonşuya aiddir. Bu birinci hədisin dəlaləti ikinci hədisin işığında, amma birinci hədisin dəlalətindən biz danışırıq. Ki, yalnız şərik olan, ortaq olan qonşuya aiddir. Hər bir qonşuya aid deyil. Nədir? Bunun dəlaləti nasdır, zahirdir, müəvvəldir, yoxsa mücməldir. Bu başqası ilə açıqlandı, deməli müəvvəldir. Biz deyik müəvvəl, yəni birinci hədisi soruşuruq biz, birinci hədisin dəlaləti. Birinci hədisdə hər bir qonşuya aiddir zahirin dəlaləti, düzdür? Biz zahirə görə anlamırıq. Biz deyirik ki, ancaq hər bir qonşuya yox, şərik olan qonşuya ancaq aiddir. Bax, bu dəlaləti nədir? Biz artıq deyirik nə? Başqa bir dəlilə əsasən bu artıq nədir? Zahir deyil, müəvvəl oldu. Zahir deyil, müəvvəl oldu. Racih olan mənadan deyil, racih olmayan mənaya keçdik nədir? Digər dəlil, xarici, yəni birinci hədisin xaricində bir dəlilə əsasən racih olmayan mənaya dəlalət etdi və ona deyirik nədir? Müəvvəl, müəvvəl. İnşallah ki, aydın. Suallar bu qədər. Biz bir saatı da keçdik. Biz keçək o biri məsələyə. Deməli, İnşallah anlaşılmıyor olmasa bir şey. Bir de o biri dersi ya dinleyin ya bu dersi dinleyin. Deməli, müəvvəldir, müəvvəl. Niye? Çünkü dediğimiz kimi zahir öz-özlüyündə bildirdiği məna racih mənadırsa, o nədir? Zahirdir. Yox, başqa bir dəlillə əsasən racih olmayan mənaya bunu dəlalətin çeviririksə, anlayırıqsa, ondan nə deyirik? Müəvvəl. Biz təvil etdik. Zahiri mənadan təvil etdik. Çünki birinci hədisdə zahirinə görə nə olur? Zahirinə görə biz deyirik ki, hər bir qonşuya aiddir. Şübhə haqqı. Hər bir şərik olan da, olmayan da. Yolu bir olan da, olmayandır. Amma zahir odur. Hər bir qonşuya aiddir. Amma biz dəlalət nə dedik? Biz dəlalət dedik ki, o deməli birinci hədis. Biz dedik ki, onun yalnız şərik olan qonşuya, hər bir qonşuya yox, şərik olan qonşuya aid olması, dəlalət etməsi nədir? Nədir? Nasdır yoxsa yox? Birinci hədisə görə. Nas deyil. Çünki birinci hədisə görə nə də zahir deyil. Zahirən hər bir qonşuya aiddir, şərik yox. Biz başqa o ikinci hədisin işığında biz deyirik ki, başqa bir dəlillə əsasən onu təvil edirik zahiri yox, zahir olmayan mənaya ki, yalnız şərik olan qonşulara aiddir. Şərik olmayan qonşulara heç bir adiyyəti yoxdur. Bu müəvvəldir. Müəvvəl. Yəni təvil edirik. Çünki zahirən əksinə hər bir qonşuya aid anlamalıyıq biz. O biri hədisə əsasən biz deyirik ki, bu yalnız şərik olan qonşulara aiddir. İnşallah ki, aydındır. Bu səhifəni gətirdik. Keçən dəfə qaldığımız səhifə bu idi. Bunu anlatdıq inşallah. Deməli, biz nə keçdik? Biz keçdik ki, dəlalət
Ləfzin dəlaləti nədir? Yerinə görə, dəlaləti yerinə görə. Yəni məntuqdurmu? Sözün özündəmi var, deyilir bu söz olaraq dilə gətirilirmi, yoxsa anlaşılan bir şeydir? Cümlənin özündə dil olaraq deyilən bir şeydir, yoxsa ondan anlaşılan bir şeydir? Onu keçdik biz. Düzdür? Onu keçdik ki, nədir? Məntuq var, məfhum var. Məntuq sarihə ayrılırdı, qeyri-sarihə ayrılırdı ki, bunların hamısını nədir? Ətraflı izah elədik. Bir dənə qaldıq məfhumda. Məfhum. Məfhum da nədir? İki misal gətirir. Məfhumul muvafaqa var, məfhumul müxalifə. Bax, bu keçir o biri səhifə. Bunu da anlatdıq bu səhifəni. Deməli, gəldik məfhum. Həmən o biri səhifədəki var idi. Bax, hansı səhifə idi bu? O biri səhifə məntuq vardı, məfhum. Məfhum iki yerə ayrılmışdı. Düzdür? Biz onu qısa olaraq tərifin izah elədik. Bir də misal da gətirdik. Valideynlərə uf demək olmaz, yəni nəhy edir Allah Subhanahu Teala Quranda. Uf belə deməklə. Ona aid misal da gətirdik. Onu təkrarlayıb üzərindən davam edəcəyik. Deməli, həmən bu yeri izah edir. İndi həmən məfhum, məfhumul muvafaqa və müxalifə bunu ətraflı inşallah burada müəlliflərin verdiyi şəkildə bu. Ən birinci nədir? Muvafaqa, məfhum, muvafiq məfhum, uyğun. Biz nə dedik ona? Həmən əgər ondan anlaşılar, məskut anhu deyirik, yəni deyilməyən, dilə gətirilməyən, anlaşılan bir şey, məfhumun həmən eyni nədən anlaşılırsa, eyni hökmü verirsə, bu mübahdır, bu da mübahdır anlaşılan. Düzdür? Deməli, deyilən, məntuq, ayədə deyilən, məsələn, və yaxud hədisdə deyilən və deyilməyən, eyni hökmü verirsə, mübah. Buna deyirik məfhumul muvafaqa. Yox, onun müxalif hökmünü verirsə, buna mübahdırsa, deyirik onda əks anlayışda, bu haramdır, mübah deyil məsələn. Onda məfhumul müxalifə deyirik ona. Yenə misalı təkrarlayaq. Saatımız neçədir? Hər halda bu səhifəni biz çatdırmayacaq bugün. Çatdırmasaq, saat yarımı dolduran kimi 10-15 dəqiqəmiz var hardasa, 10-15 dəqiqəmiz. Deməli, məfhum. Məsələn, keçən dəfə gətirdiyim misal üzərindən deyək ki, bura hər birinə aid ayrı misallar gətirəcək, sadəcə məfhum. Məsələn, Allah Subhanahu Teala Quranda buyurur ki, valideynlərdən hər hansı biri və ya hər ikisi sənin yanında yaşlaşınca onlara uf belə demə. Yəni, əsas uf belə demə yerini gətirəm, mən ayənin hamısını gətirim, uf belə demə. Uf, of mu deyək bizdə, uf. Deməli, bu uf belə demə, bunu nəhy edir. Nəhy edir, düzdür, zahirən haramlıq bildirər. Deməli, uf deməmək haram, demək, uf belə demə, uf demək haramdır. Biz desək ki, deməli, buradan anlaşılan odur ki, uf nədir? Bezdirmək və s. yəni bezdiyini və s. ifadə edən hər hansı bir sözdür, belə səsdir. Deməli, uf yox, tutam ki, of yox, nə? Oh, demək də haramdır, biz desək. Yəni, digər sözlər haqqında ayədə bir şey var, yox. Uf haqqında var. Haramdır, haramdır. Amma də demək məsələn, bu da haramdır. Bunlar anlaşılır, bu məfhumdur, məntuq deyil. Çünki orada deyilmir. Məntuq nədir? Deyilən ufdur. Hələ ərəbcə uf gedir. Deməli, isə desək, məsələn, bezdirici başqa bir söz desək, bu isə məntuq deyil. Bu məfhumdur, anlaşılandır. İndi baxaq, bu ufla eyni hökmü verir bu yoxsa yox. Eyni hökmü verirsə, uf demək haramdırsa, biz də deyirik, də demək haramdır. Eyni hökm verirsə, deməli, biz deyirik ki, bu məfhumul muvafaqa, muvafiq, uyğun bir məfhumdur, uyğun bir anlayışdır. Yəni, bu da haramdır və digərinin də bu ayə işığında anlayırıq ki, bu da haramdır. Deməli, bu muvafiq, hökmdə muvafiq var. Yəni, bu da haram, bu muvafiqdir. Amma biz desək ki, uf demək olmaz, haramdır. Niyə? Çünki bu bezdirici bir şey bildirir. Səbəb tutam ki, illət budur. Bu cür illət qəbul edək. İndi bu illətin əksinə, məsələn, bezdirici yox, əksinə, onları sevindirici, sənin də ondan xoşhal olduğunu, sənin də onlardan razı olduğunu bildirən bir digər söz, məsələn, şeyximizin dediyi kimi dua etmək və yaxud xoş söz demək deyək. Bu söz bildirmək isə deməli haram deyil, mübahdır. Bu haram idi. Bunun əksi olan şeylər deməli haram deyil, ən azından mübahdır. Müstəhəbdirmi, vacibdir, oralara girmək ən azından məşrudur, mübahdır. Bu nədir? Baxın, bu xoş söz məsələn deyək, valideynlərə demək mübahdır. Xoş söz nədir? Biz mübah deyirik, hökmünə baxın, mübah.
Orada ise of demək haramdır. Yani haramla eyni hükümdür mübah? Yok. Bu haram başka bir hüküm, mübah başka bir hükümdür. Yani ona muhalif, haramlığa muhalif başka bir hüküm verir ise anlayışta, anladığımız şeyde deməli bu anlayış nedir? Muhalif. Mefhumul muhalefe. Yani o hükme muhalif bir hüküm değil. O esas buna dikkat edeceğiz. Esas burada fikrinizi cəmlətdirin. Yani bu anladığımız bir şey eyni hükümdedirse, mentuk deyilən şeylə eyni hükümdürsə mefhum biz deyirik mefhumul muvafaka. Yok muhalif başka bir hükümdürsə mefhumul muhalefe deyirik. İkisi de mefhumdur. Bu muvafaka, bu muhalefe. Deməli indi bunun burada baxın həmən elə uf sözü üzərində deyək. Məfhumul muvafaqada iki yerə ayrılır. Hətta bunu üç yerə ayrılanlar da var. Biz iki yerə burada olduğu üçün çünki dediyimiz kimi bu kitab Muxtasarut Təhrir İbn Nəcərin Əl-Fütuhinin Təhrir Mərdaviyə aid olan kitabı ixtisar etdi və onun muxtar, yəni onun ixtiyar etdiyi, yəni seçdiyi görüşlərə əsasən keçir bu ki, burada məzhəbə müxalifə var. Yani muhalif iki şey diyeceği onu. Yani onun tertibine, onun şeyine uygun ki uygun da elhamdülillah. Burada cəmsi demək olar bir veya iki yerde muhalife var yoksa yoktur. Deməli mefhumul muvafaka özü de iki yer ayrılır. Muvafik mefhumdur ama evlevi elə də yazın. Evlevi. Evlevi de yazabilir. Evlevi. Evlevine evla sözü ki var. Evle. Yani daha üstündür. Bu evla babından değil. Bunu Türkiye'liler en çok işlədir. Azərbaycanda herhalde işlətmirlər. Dini termin olarak belki işlədir. Yani biz deyirik ki mesela indi misallar daha bu daha öncelikli deyə bilərik. Daha evla belə evla deyə bilərik. Deməli ərəbcə əvlə deyilir. Əvlə. Əvləvi o nisbətiyəsidir. Məsələn ayədə deyilir ki uf belə demə. Yəni ufun haram olmasını indi o nəy zahiren vs. oralara girmirik. Uf haramdır deyir ya. Uf bir sözdür. Bu niye göre? Ayette getirir en böyle de bezdirici yani bezmeyini bildiren en yüngül terzidir bu. En yüngül terzidir. Çünkü ondan daha büyük terzde, daha ağır terzde bezmeyini bildiren bir şey. O da deməli haramdır. En azından eyni hükümdedir ve ona deyirlər evla. Yani daha haramlığı daha güçlüdür. Evla babından yani daha da önceliklidir haramlığı. Mesela Allah korusun. Uf belə demək olmazsa Allah korusun vurmaq, valideynlərə əl qaldırmaq haramdır. Əlbəttə buna deyirlər evla babından. Bu da mefhumul muvafaqadır. Çünki eyni hökm verir. Bu da haram, vurmaq da haram. Amma vurmaq bundan daha ağır olduğu üçün biz nə deyirik? O nədir? Mefhumul muvafaqa min babin əvlə, əvləvi baxımından, yəni əvladır. Daha önceliklidir haramlığı. Haramlığı daha ağırdır. Daha yani bu haramsa bu bundan da haramdır. Evla budur. Bir de var müsavi. Müsavi beraber. Hemen müsavat sözü de ondan müsavi. Beraber. Yani uf sözü bir de az önce misal getirdim. Sözü. Yani söz bakımından bu da söz, bu da söz, bu da yani en aşağı derecede bezmeyini bildiren bir sözdür. Bu da eyni. Sadece hərflər fərqlidir. Buna ne deyirik? Bu mefhumul muvafakadır. Bu da haram, haram. Eyni hüküm verir. Ama bu müsavidir. Yani bu haramlığı da hemen bizim de haram hükümle danışırıq. Başka hükümde olabilir. Başka ayette, başka hadiste. Yani eyni hükümde olmaları eynidir. Haramlığı yani hükmü eyni derecededir. Ama vurmak daha ağır bir şeydir. Ona göre biz deyirik evla yani daha öncelikli haramlığı. Bu iki növ deməli məfhumul muvafaqanın iki şeydir. Məsələn keçirtmədim yenə baxıram. Deməli bu nə olur? İki qism oldu. Burada qismən yazılır. İki qismdir. Əvləvi və müsavi. Biz əvla da yaza bilərik. Sual cavablarda gələrsə. Müsavi eyni yaza bilərik. Əvləvi, müsavi. Sonra məfhumul muxalifəyə getirik. Məfhumul muxalifə. Bu da nədir? Əqsam. Yəni bir neçə qismdir. Bir neçə qismdir. Burada neçə qismdir? Əslində 6 qismdir. Sadəcə burada iki ilk qismi görürsünüz oxlar 8-nə də aiddir. Düzdür? Hasır, şart. Daha doğrusu 7. Hasır. İlk bir qismi. Hasır qismi burada keçəcək ki məzhəbə müxalif olaraq zikr olunur burada. Məzhəbə görə hasır qismi məntuq. O biri səhifədə keçmiş yəni nitq
Yani cümlenin özünde deyilişinden anlaşılan değil, deyilişinde var. Bu mefhum anlaşılan bir şey değil. Bu birbaşa cümlenin özündedir. Aya mi, hadis mi, insan, alim sözü mü mesela cümlenin özündedir. Cümle kuruluşunun özündedir Ərəb dili olarak. Deməli, ən birinci onu keçək. Burada kitabda olduğu kimi sonra onun məzəbi müxalif olduğu bu iki məsələ həsirdə iki şey gəlir. Onların ikisi də məzhəbə görə məfhuma daxil deyil, məntuqa daxildir. Orada qeyd eləyin ki, biləsiniz. Amma kitabın əmanəti olaraq bu yerdə keçilir. Deməli, məfhumul müxalifə nədir? Məntuq deyilən bir şeydən anlaşılan bir şeyə müxalif hökm verməyə. Burada haram deyilirsə biz deyirik ki, deməli, əks anlayış odur ki, mübahtır məsələn. Deməli, birinci həsr gəlir. Hasr. Hasr nədir? Həmin o hasarı almaq, yəni məhdudlaşdırmaq, məhdudlaşdırmaq. Necə ki deyirik, la ilahə illallah. Bu həsrin ən gözəl, ən üstün cümlə üslubundandır. Nəfi və isbat həsr eləyirsən. Üluhiyyəti kimə, ibadətə haqqı olması yalnız Allaha həsr eləyirsən. Yəni həsr burada məhdud etmək deməkdir. Deməli, birinci həsrin növlərindən innəmə sözü. İnnəmə, həmən hədisdə innəməl a'məlu bin niyyət. Təqəbbəlullahu minəl muttəqin. Allah yalnız müttəqilərdən qəbul edir. Yalnız, biz yalnız deyirik. Məsələn, əməllər yalnız niyyətlərlədir. Biz keçmişdik iqtida olaraq orada əməllərin səhihliyi nəzərdə tutulur. Yalnız niyyətlə, yoxsa niyyətsiz də insan əməl edə bilər. Məsələn, dəlinin bir niyyəti var, yox, niyyəti olmadan hər hansı bir əməl edə bilər. Dəlidir bir şey ki, ağlı yoxdur. Amma nədir? Niyyətin orada mövcudluğu nəzərdə tutulmur. Mövcudluğu, həqiqətən əməllərin mövcudluğu niyyətlərləndir. Yox, niyyətsiz də mövcud ola bilər əməl. Əməllərin səhihliyi, yəni keçərli olması üçün, səhih olması üçün, məqbul olması üçün nədir? Mütləq niyyət, düzgün niyyət olmalıdır. Həmən hədisi götürsək, innəməl a'məlu bin niyyət. Həqiqətən əməllər niyyətlərlədir. Səhihliyi niyyətlərlədir. Burada nədir? Müəlliflərə görə, müəllifin biz dedik ki, bu dərslik o Muxtasar-ı Təhrirdə əsasən düzəlib bu sxemlər. O müəlliflərə görə nədir? İnnəmə məfhuma aiddir. Yəni, burada yazı tufidül hasra nutqan. Amma burada müəlliflər bizim, yəni tərtib edənlər mötərizə yazıblar ki, əslində nutqan, yəni məntuq olaraq nitqlə əslində hasrı ifadə edərlər. Məfhumla deyil, biz məfhumun altında keçirik, bunu düzdür. Əslində məzəbə görə nitqlə biləsiniz. Amma izah eləyir, bu nədir? Yəni, mənası nədir? Deyəndə ki, həqiqətən əməllər yalnız, biz yalnız deyəndə əməllərə görədir. Biz sözlə biz anlayırıq. Ərəblərdə innəmə deyirsən, innəməl a'məlu bin niyyətə. Bu kitaba görə məfhumun altında keçəndə sanki nitqin içində yoxdur bu. Ondan anlaşılır ki, niyyətlər səhih olmaz, əməllər niyyətsiz səhih olmaz. Mütləq niyyət olmalıdır. Niyyət olmasa, əks anlayış, məfhumul müxalifə, əks anlayış odur ki, niyyət olmasa, deməli nədir? Səhih olmaz. Bu əks anlayışdır. Bu cür deyirlər. Burada bəzi alimlər ki, belə deyir. Bəzi alimlər. Yəni, həqiqətən əməllər niyyətlərə görədir. Səhihliyi niyyətlərinə bağlı düzdür. Yəni, bu deyilən budur. Amma əməllərin fasid olması, səhih olmaması bu anlaşılan bir şeydir deyirlər. Halbuki nədir? Halbuki məzhəbə görə düzgün olan, səhih olan məzhəbə görə əks anlayış burada məntuqdur əslində. Nitqdir. Çünki cümlənin öz quruluşu odur. Nəf və isbat var burada. Yəni, hər ikisi nəfidə isbatdır, hər ikisi məntuqdur. Yəni, sözlə deyiləndir bu cümlədə. Yəni, biz deyəndə ki, innəməl a'məl bin niyyət, həqiqətən əməllər niyyətlərlədir. Burada həm həqiqətən əməllər niyyətlərlə səhih olar və həqiqətən əməllər niyyətsiz səhih olmaz, fasid olar. Bu, həmən cümlədə deyilən, cümlənin quruluşunda deyilən bir şeydir. İndi ərəbcə bu belə anlaşılır və məzhəbə görə həmən bu məntuqa aiddir. Aydındır, həsr. Əks anlayış məntuqa aiddir. Amma burada məfhuma aid verilir ki, buradan anlaşılan odur. İkinci nədir? İki hissəni müəyyənliyə salmaq. İki hissəni, burada mübtada və xəbər cümlənin, məsələn, ismi cümlədir. Mübtada var, xəbər var. Məsələn, Zeydun alimun. İkisində Zeyd isim olduğu üçün müəyyəndir, yəni ümumiyyətlə.
E, Ama alimun desek biz eliflemsiz, elsiz gayrimüeyyen. Zeyd mübtadadır, haber alimdir. Yani Zeyd alimdir. Burada bir hasr yoktur. Yani Zeyd'den başka alim yoktur diye anlaşılmaz. Yani Zeyd alimdir, Ahmet alimdir, Mahmud alimdir. Bu anlaşılan odur ki Zeyd alimdir. Ama Zeyd'den başka alim var mı yok mu bu cümlede hiçbir şey anlaşılmır. Ama her iki tərəfi mübtadanı və xəbəri müəyyənliyə salanda ki, aralarında bəzən damir də şey olur, qarışdırmamaq üçün hər ikisini müəyyənliyə salanda, məsələn, Zeydun el-alimu, Zeydun el-alim, əlifləmlə desək, Zeyd elə alim elə Zeyddir, biz belə desək dərsi, tərsinə bizim dildə. Zeyd elə alimdir, yəni və yaxud alim elə Zeyddir. Bunda anlaşılan nədir? Burada anlaşılan deyilir. Dediyimiz kimi bu da məzhəbə müxalifdir. Bu iki bir şey. Əslində o məntuqdur, deyilən bir şey. Yəni deyiləndən deyilən o sözdə o var. Əks anlamağa ehtiyac yoxdur, yəni. Deməli, burada kitabın üzərindən keçirik ki, Zeyddir alim. Alim elə Zeyddir. Hə? Buradan əks anlayış odur ki, Zeyddən başqa alim də yoxdur. Zeyddən başqaları alim deyildir. Alim yalnız və yalnız Zeyddir. İkisi də ərəb dilində şey olanda. Bəzən qarışdırmamaq. Zeydun, məsələn, huvel alim. İnnallaha huver-razzaq. Huve bəzən məsələn huvəsiz gəlir. Bəzən damir ayrılır. Niyə? Sifət kimi anlaşılmasın deyə mübtada və xəbər ayrıcı ona fasil deyirlər. Ayrıcı olsun deyə anlaşılır. Deməli burada nədir? Mübtada və xəbərin hər ikisinin müəyyənlikdə olması bu elə həsr etməkdir. Nədir? Ki Zeyd elə alim, ondan başqası alim deyildir. Bu nədir? Dediyimiz ki, müəlliflər kitabın əslinin müəllifi bunu məfhumul müxalifə aiddir ki, aid etmişdir ki, burada əks anlayış odur ki, Zeyd alimdir. Əks anlayış nədir? Zeyddən başqasından alimliyi nəf edirik. Deyirik ki, Zeyddən başqası alim deyil, ona görə müxalifdir. Orada nədir? Niyyətsiz əməllər də innəmədə başqası niyyətsiz olanda, niyyətli olanlardan başqası da fasiddir, səhih deyildir. Bu əks anlayışdır. Düzdür? Amma burada gördüyünüz ki, əs-sahih, səhih olan ki, onlar hər ikisi həmin həsrdə, innəmədə olsun, hər iki tərəfi mübtada və xəbəri müəyyənliyə salmaqda olsun, müəyyən etməkdə olsun. Bunlar hər ikisi də minəl məntuqa aiddir. Məntuqa aiddir. Nitqə aiddir. Bu həmən həsrə aid misal gətirib, bununla da bitirək, vaxtımız da bitir. Həsrə aid digər misal ayədən gətirsək, İnnəllaha huvər-razzaq, huvər-razzaq, huvə deyirik. Huvə olmasaydı, məsələn, Quran xaricində şübhəsiz ki, Quranda nə var? O cür olmalıydı, başqa cür ola bilməzdir. Ki, başqa ayələr tam xatırlamıram. İnnəllaha Ar-Razzaq, belə huvəsiz harda keçir, yadıma gəlmir, Ar-Razzaq isminə aid. Subhanahu teala yadıma gəlmir, amma bu ayəni görə İnnallaha huvər-Razzaq. Allah müəyyənlikdədir. Əl artikellərin və Ar-Razzaq müəyyənlikdədir. Mübtada və xəbər. Allah Razzaqdır. Bol-bol ruzi verəndir. Mübtada xəbər. Hər iki tərəf nə oldu? Müəyyənlikdədir. Müəyyənlikdədir. Bu, yəni ruzi verən ancaq Allahdır. Allahdan başqası ruzi verən deyildir. Bu əks yəni məfhum deyil, məfhumul müxalifə kitabda olduğu kimi, bu müəlliflərin də qeyd etdiyi kimi və məzhəbdə səhih olan görüş olduğu kimi, bu cümlənin özündən elə mübtadanın da, xəbərin də, ikisinin də müəyyənlikdə olmasının özündə deyilən, məntuq olan bir şey, məfhum deyil, məntuqdur. Biz deyəndə ki, İnnallaha huvər-Razzaq, Razzaq olan elə Allahdır, Allahdır Razzaq olan. Yəni, mənası odur ki, Allahdan başqasından Razzaq olmasını nəf edirik. Bu, məntuqun özüdür. Anlaşılan əks anlayış deyil bu. Bu, birbaşa məntuqun özüdür. Əsas məna anlaşılsın, həsr və bunun məfhum müxalifədən olması yox, məntuqdan olması anlaşılır, kifayətdir. Və yaxud da ki, hədisdə onu da deyək, bitirək, buna aid misal. Bu səhifəni onsuz da sonra davam edəcək. Həsirdə qaldıq. Bunu bildik ki, məntuqdandır. Digərləri isə məfhumul müxalifədir. 6 şey, onu gələn dərsdə keçəcək. Deməli, hər iki tərəfin müəyyən olmasına və həsiri bildirməsinə, məzhəbə görə dediyimiz ki, məntuq olaraq məfhumul müxalifə yox. Digər hədis, məsələn, Rasulullah sallallahu aleyhi ve sellem nədir? Bayram görür, məsələn,
Medine'ye köçəndə müəyyən bayram keçirilir vesaire. Soruşur bu nedir? İki bayramları var idi Ensarların. Elhamdülillah sonra deyir ki ne? Allah bunları bize nedir? Əvəzinə iki bayram verdi. Kurban ve Ramazan bayramı ve hadiste geçirir. Nedir? Ve hâze eiduna. Hâde Ərəbcə bilənlər bilir. Bu şey olduğu için da işaret əvəzliği olduğu için işaret əvəzlikləri müəyyən sayılır. Müəyyən mübtadadır. Eiduna bu da müəyyən. Ne? Çünkü damir geldi. Bitişen. Bayramımız geldi diyene. Nedir? Bayramımızdır. Bak bu da bizim bayramımız budur demiştir. Burada her iki taraf müəyyəndir. Deməli nedir? Budur bizim bayramımız. Başka bayramımız yok. Mentuk, nitkdə anlaşılan bir şey. Ama kitaba göre desek mefhumul muhalefe yani əks anlayış odur ki bu bayramımız ancak budursa deməli bundan başka diğer bayramlar bizim bayramımız değildir. Əks hüküm verdiği düzdür. Mefhumul muhalefe o mənada bura getirilir. Ama sonda onu da tekrarlayayım. Her iki mesele ister inleme ile başlayan, ister mübtada ve haberin her iki tarafın müəyyənlikdə olması bu əslində mefhumul muhalefe ile değil, mentuk ile birbaşa həsri yani məhdudlaşdırmanı ifade eder. Ve aqulu qavlu hada ve estağfirullah li ve lakum ve lisairil muslimin. Burada bir şeyler yazmış ettiniz. Damir fasıl, damir bəli. Damirül fasılə huvəyə ona deyirlər. İmanda bəli, keçən dərsdə biz ona ima və tənbih də deyirlər. Həmən o keçdiyimiz hardadır? Bu. Dəlalətül ima və tənbih. Kitabda ima və tənbih. Tənbih nədir? Diqqət çəkmək, diqqət cəlb etmək, diqqət yetirmək. Yəni bu cürdə hər ikisini bir yerdə görsəniz, bilin ki, alimlər bunda istifadə. Dəlalətül ima və tənbih. سبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك اللهم صل وسلم على نبينا محمد وعلى آله وصحبه أجمعين السلام عليكم ورحمة الله وبركاته